yoxdur. İndi burada bax, bu uşaqları boş-boşa saxlamağımızın da bir mahiyyəti yoxdur. Hə, çıxın gedin evə, saat 6-da gəlib görərsiniz. Yaxşı, oldu mu? Hə, onu indi düşür aşağı, həm sənə bunun şəklini göstərir mamanı, həm də ki düşür aşağı. Yaxşı, gəl. Uşaqlar dursun burada. Bir fikirlərinizi bildirə bilərsiniz. Ramil Dotla bağlı fikirlərinizi bildirə bilərsiniz. Əlbəttə. Danışın ondan. Çox gözəl həkimdir. Bəli. Belə insanlığı təbrik və sizi Allah'a and olsun. Sabri, bu əsas budur. Sən mamiyə nə deyir? Mamiyə nə deyir? Sən bunu nə tərəfəsin? Biraz qaldır. Və maması deyir, maması deyir, düz, sonra bir oğlum deyir ki, biraz qaldırsın ki, mama, ondan sonra düşə bilər. Bax, düz deyir, bu ağır uşaq. Bilir. Dərcə siz nə demək istəyirsiniz? Çox sağ olsun həkim. Əlləri Ramil qızıl. Əsmi güzel eləsin. Bəli. Onun uğurları çox olsun. Bundan da yaxşı uğurlar qazansın. Amin, amin. Allah ona can sağlığı versin. Sağ ol. Üzülüm versin. İnşallah. Bu Bir da söz, güzel bir sözü səndə. Əlləri qızıldır həkim, çox sağ olsun. İnşallah anamdan razı qalar, nəfəs alar, yata bilər. Nəfəs alır. Çox sağ olun, Dedi Allah razı doktor. olsun. Süper Elə nəfəs bir alacaq. 19-20 yaşdakı gənclərdir elə danışmağa başladı. Gedək. Sağ ol. Onda belə eləyək, uşaqlar düşməsin, otursunlar burada. Sağ ol, var ol. Sən qızla sən gəl. gələcəyimiz Bunlar otursun burada, sonra qalxar çıxıb gedəsin. Sağ ol. Yaxşı.